Singapura səfər çərçivəsində Gürcüstanın baş naziri Changi Airports International'ın icraçı direktoru ilə görüşüb. Turizm və aviasiyanın sürətli artım dinamikası barədə danışıblar. Qeyd olunub ki, ölkədə bu gün 80-ədək aviaşirkət fəaliyyət göstərir və dünyanın 140-dan çox istiqamətinə reyslər yerinə yetirir. İrakli Kobaxidze tərəfindən Tbilisi beynəlxalq hava limanının imkanlarının genişləndirilməsinə və vaziyəndə 20 milyon sərnişin üçün nəzərdə tutulacaq yeni beynəlxalq hava limanının tikintisinə diqqət çəkilib. Dairəvi masa formatında Fintech şirkətlərinin nümayəndələri ilə görüşdə ölkənin bağlantının təmin edilməsindəki xüsusi roluna, Gürcüstandakı biznes mühitinə, vergi sisteminə və makroiqtisadi sabitliyə diqqət yetirilib. Görüşdə Singapurun 30-a yaxın iri biznes şirkətinin nümayəndəsi iştirak edib. Səhərdən isə Gürcüstanın baş naziri İrakli Kobaxidze Singapurun baş naziri və prezidenti ilə görüşüb. Tərəflər iki ölkə arasında siyasi dialoqun daha da fəallaşdırılmasının əhəmiyyəti və həm ikitərəfli, həm də çoxtərəfli formatlarda səmərəli əməkdaşlıq barədə danışıblar. Ticarət, iqtisadi və investisiya istiqamətində əlaqələrin dərinləşdirilməsi potensialını müzakirə ediblər. Gürcüstanın Avropa və Asiyanın bağlantısındakı vacib rolu vurğulanıb. Nəqliyyat və turizm sektorunda əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İrakli Kobaxidze Singapurun baş nazirini Gürcüstana səfərə dəvət edib. Gürcüstanın Almaniyadakı səfiri Alexander Kartozel sabahdan səlahiyyətlərinin icrasına başlayacaq. Gürcüstan tərəfi bu prosesin başlamasını onay gözləyib. Gürcüstan səfiri etimadnaməsini Almaniya prezidentinə sabah yerli vaxtla saat 10:30-da təqdim edəcək. Bu səfirin səlahiyyətlərinin təsdiqlənməsi üçün vacib proseduradır. Etimadnamənin təqdim edilməsi Almaniyanın artıq keçmiş səfiri Peter Fischer'in səlahiyyət müddətinin başa çatması və Gürcüstandakı 4 illik diplomatik missiyasının yekunlaşması vaxtı ilə üst-üstə düşür. Həmçinin Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytındakı indiyədək Salome Zurabishvilinin Gürcüstan prezidenti kimi qeyd edildiyi məlumat silinib. Gürcüstan-Almaniya münasibətləri və əməkdaşlıq imkanları Tbilisidə siyasi qiymətləndirmələrin mövzusudur. Jurnalist Vaxo Sanayiyaya sosial şəbəkədə parlament sədri Şalva Papuaşvili və deputat Vladimir Bojadze haqqında yazdığı posta görə 14 günlük inzibati həbs cəzası verilib. O artıq müvəqqəti saxlanılma təcridxanasına köçürülüb. Tbilisi şəhər məhkəməsinə sözü gedən bəyanatla bağlı hüquqi reaksiya verilməsi üçün Daxili İşlər Nazirliyində yaradılmış nifrət nitqinə qarşı mübarizə idarəsi müraciət edib. Rusiyanın Krasnodar şəhərində dron hücumu nəticəsində Wildberries-in ən böyük logistika mərkəzlərinin birində yanğın baş verib. Şahidlərin məlumatına görə gecə ərzində şəhərdə 20-dən 30-a partlayış səsi eşidilib. Hava həyəcanı isə hücumdan təxminən 2 dəqiqə sonra qoşulub və tezliklə söndürülüb. Krasnodar qubernatoru Veniamin Kondratyevin bəyanatına görə hücum nəticəsində yaralanan qadın xəstəxanada vəfat edib. Onun sözlərinə görə daha 3 yaralı xəstəxanada qalır, 6 nəfər isə ambulator yardım göstərilib. Qubernatorun məlumatına görə yanğın hazırda lokallaşdırılıb. Wildberries-in özündə hücumların Krasnodar və Nevinomskda yerləşən logistika mərkəzlərinə edildiyi təsdiqləyiblər. Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına görə zərbələrin hədəfi Rusiya ordusunun pilotsuz uçuş aparatlarının komponentləri, naviqasiya avadanlıqları və təchizatla təmin edən mərkəzlər olub. Baş verənlərdən sonra Rusiya prezidenti Vladimir Putin şərh verərək bildirib ki, yanacaq bazarında olan çətinliklər müvəqqətidir və kənar müdaxilə iqtisadiyyatın ümumi dinamikasına təsir edə bilməz. Ukrayna Silahlı Qüvvələrinin baş komandanın vəzifəsindən azad edilmiş Aleksandr Sırski bəyanat dərc edərək Ukraynaya xidmət etməyə davam edəcəyini bildirir. Onun sözlərinə görə davam edən müharibəni 2014-cü ilin ilk günündən öz gözləri ilə görüb, cəbhə ilə yaşayıb və azad edilmiş hər kilometr Ukrayna torpağının qiymətini bilir. Bəyanatda Sırski həmçinin onun rəhbərliyi dövründə Ukrayna ordusunda həyata keçirilən dəyişiklikləri sadalayıb. Onun sözlərinə görə 2026-cı ildə Ukrayna ərazisinin 700 kvadrat kilometri azad edilib. Xələfimə yalnız müdafiə olmayan, həm də hücum edən təşəbbüsə struktura malik olan və düşməni necə məğlub etməyi bilən insanları olan bir ordu qoyub gedirəm, deyə Sırski bildirib. Məlumat üçün bildirək ki, iyulun 21-də Ukrayna prezidenti Vladimir Zelenski Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edildiyini bəyan edib. Ölkənin silahlı qüvvələrinin yeni rəhbəri kimi Birləşmiş Qüvvələrin komandanı Mikhailo Drapatini təyin olunacaq. Bakuriyəndə içməli və çirkab su sistemlərinin yenidən qurulması istiqamətində 3 il layihə icra olunur. Birləşmiş Su Təchizatı şirkəti tərəfindən aparılan bu işlər çərçivəsində yeni su ötürücü başqurğu, anbarlar, təmizləyici və nasos stansiyaları, eləcə də əsas boru xəttləri və su şəbəkələri inşa edilir. Mövcud infrastruktur isə bərpa olunur. İşlər tamamlandıqdan sonra Bakuriyanın 15 minə yaxın sakini fasiləsiz içməli su ilə təmin ediləcək və müasir standartlara cavab verən su kanalizasiyası şəbəkəsinə sahib olacaq. Layihənin ümumi dəyəri 140 milyon $dən artıqdır və dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Sarı çaydan Qafqaza qədər Çinin Şans əyalətinin Tunc xəzinələri bu adlı beynəlxalq sərgi Milli Muzeydə açılıb. Ekspozisiyada Şans Muzeyi kolleksiyasından demək olar ki, 2000 illiyi əhatə edən 36 seçilmiş Tunc eksponat təqdim olunur. Qədim Çin sivilizasiyasının inkişafında Tunc mədəniyyəti həll edici rollardan birini oynayıb. O, Çin dövlətinin incəsənətinin və mədəni ənənələrinin formalaşmasına mühüm təsir göstərib. Marneuli Bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən Ustad Aşıq Kamandarın ev muzeyində Ozan Saz televiziya müsabiqəsinin final mərhələsi keçirilib və qaliblər müəyyənləşdirilib. Müsabiqə çərçivəsində seçilmiş iştirakçılar münsiflər heyəti qarşısında öz çıxışlarını təqdim ediblər. Tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi və konsert proqramı təşkil olunub. 24 News Medianın təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi milli musiqi irsinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. Bugün Marneoli'də Ustad Aşıq Kamandarın ev muzeyində bizim Ozan Saz televiziya müsabiqəsinin mükafatlarının təqdim etmə mərasimini qeyd edirik. Əlbəttə biz 2 ay bundan öncə Ozan Saz televiziya müsabiqəsini elan etdik və burada ümumilikdə 20 nəfər iştirakçı var idi və onlar arasından yarışmaya 12 iştirakçı seçildi və bugün isə 2 ay davam edən Ozan Saz televiziya müsabiqəsinin artıq qalibləri mükafatlandırılır. Gürcüstan hökumətinə yaradılan bütün şəraitlərə görə dövlətimizə təşəkkür edirik və ümid edirik ki, bu kimi dəyərli müsabiqələr bundan sonra da davam edəcək. Təşkilatçılar bildirirlər ki, bu cür layihələr ənənəvi sənətə marağın artırılmasına, həmçinin gənclərin milli mədəni dəyərlərə daha yaxından bağlanmasına xidmət edir. Tədbirdə yerli sakinlər, mədəniyyət xadimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər. Çıxış edənlər milli mədəni irsin qorunmasının vacibliyini vurğulayaraq bu kimi layihələrin davamlı keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Türk dünyasında nə qədər ölkələrdə ki, ozanlar var, ozan aşıq sənəti var. Onların içərisində ilk dəfə olaraq 1927-ci ildə Gürcüstanda məhz Bolnisdə, əvvəlki adı Lüksemburq idi, orada rəsmi Gürcüstan dövləti tərəfindən rəsmi aşıqlar qurultayı məhz Borçalıda, Lüksemburqda keçirilib 1927-ci ilin fevral ayında. Bugünkü müsabiqəyə gəlincə demək istəyirəm ki, 24 Nevis Azər müəllimin rəhbəri ilə təşkil olunmuş bu müsabiqə xüsusi planlı şəkildə quruldu. 2 aydan artıqdır ki, bu müsabiqə davam edir. Seçim biraz çox çətin oldu, çox ağır oldu. Amma nəhayət gənclər, öz sözlərini deyən gəncləri münsiflər heyəti seçdi. Yerli hakimiyyət orqanları hər zaman belə tədbirlərin keçirilməsinə dəstək göstərməyə çalışır. Aşıq Kamandar 20-ci əsrin ikinci yarısında fəaliyyət göstərmiş, çox tanınmış və əməkdar bir şəxsiyyət olub. O, müxtəlif ölkələrdə mükafatlara layiq görülüb, həmçinin Gürcüstanın şərəf ordeninin sahibidir. Bundan əlavə ona Azərbaycan əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Belə bir insan həqiqətən də layiqli ehtiram və hörmətə layiqdir.